İlk növbədə Allahdan qorxmağı tövsiyə edirəm. Bu Rəbbimizin həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir tövsiyəsidir. Biz sizdən əvvəlki əhl-i kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və sonra bil ki, evlərin bədbəxtlik səbəbi və ya ən əzəmətli bədbəxtlik səbəblərindən biri ailələrdə bərəkətin olmamasının səbəblərindən biri mübahisələrdir. Küsülü qalmaqdır. Ədavətdir ərlə arvad arasında. Və xüsusən də əgər bu küsüllük, bu ədavət, bu mübahisə şəriətin qoyduğu çərçivədən çıxırsa və uzanırsa, nəticəsi daha da pis olur. Ona görə cəmiyyətlərdə boşanma səbəblərinə baxsan, görərsən ki, səbəbləri çoxdur. Lakin bunlardan biri də küsürlüydür. Mübahisələrdir, hansı ki, ərlə arvad arasında olur. Ailədə mübahisənin olmağı da normaldır, təbiidir. Zaman axarında bəzən bunun olması labüddür, lakin bu mübahisələr, bu küsürlük bahar buludu kimidir. Bir müddət dayanır, sonra gedir, sonra yenə mərhəmət, məhəbbət günəşi doğur, qəlblər təmizlənir. Əgər bu evliliyin əsli rəhmət, şəfqət, məhəbbət üzərindədirsə, qarşılıqlı hörmət üzərindədirsə, amma bəla odur ki, bəziləri bu küsürlüyü, bu mübahisələri nifrətə çevirir, kinə çevirir, düşmənçiliyə çevirir, bir-birlərinə baxışları ədavət baxışları olur. Elə hesab edirlər ki, bir-birlərinin duyğularını istismar edirlər. Biri digərinin varlığını gözü götürmür, düşmən misalında görür özü üçün. Belə olan halda hətta əhval düzəlsə də, bir müddət sakitlik əldə olunsa da, lakin aralarında olan hisslər saxta olur artıq. Yalancı hisslər olur. Əgər səbirlə, müdrikliklə, qarşılıqlı fədakarlıqla həll olunmayıbsa məsələlər, nəticədə ayrılıqdır, boşanmadır, dağılır ailələr, pərən-pərən olur övladlar, qəlblər sınır, dağılır və ən böyük zərbə, ən böyük qurban övladlar olur. Ən böyük zərbə övladlar üçün olur. Çünki ata-ana düşməndir. Düşmən kimi yaşayır. Qarşılıqlı hörmət yoxdur. Qarşılıqlı şəfqət yoxdur, mərhəmət yoxdur, məhəbbət yoxdur. Və axtarır hər ikisi də kimdir zalim? Ər yoxsa arvad. Həqiqətdə zalim öz nəfsini tanıyır. Zalim bilir kimdir. Ona görə də uzun müddətli küsülü qalmaq, xüsusən də kişinin, ailənin dağılma səbəbidir. Niyə görə kişiləri xaslaşdırır? Çünki onlardır güc sahibləri, qüvvət sahibləri. Bəzən çox vaxt qadın ittiham olunsa da, lakin əksər halda səbəbkar kişidir. Səbirsizliyi, müdriksizliyi, dözümsüzlüyü. Peyğəmbər sallallahu aleyhi və səlləm deyib ki, la yəhillu li muslimin ən yəhcura axahu fəvqə thələs. Deyir ki, müsəlman başqa müsəlmanı 3 gündən artıq tərk edə bilməz, yəni küsülü qala bilməz. Yəltəqiyəni və yasuddu hədə və yasuddu hədə. Qarşılaşdıqda bu üst çevirir, o üst çevirir. فَخَيْرُهُ مَنْ الَّذِي يَبْدَعُ بِالسَّلَامِ. Ən xeyirlisi salama ilk başlayandır. Əgər müsəlmanı tərk eləmək 3 gündən artıq icazəli deyilsə, halal deyilsə, gör əgər o tərk etdiyin, danışdırmadığın, küslü qaldığın həyat yoldaşındırsa necə. O qadın ki, hansı ki, insanlardan ən haqlıdır ki, onunla yaxşı davranasan, ona qarşı şəfqətli olasan. Ona görə kişi eşitməlidir Peyğəmbər sallallahu aleyhi və səlləmin tövsiyəsini və dərk eləməlidir. Niyə görə belə deyib? İtirməməlidir bu tövsiyəni. İstəvsu bin nisai xeyra. Qadınlar haqda xeyri tövsiyə edin. Xeyri tövsiyə edib sallallahu aleyhi və səlləm. Xeyri tövsiyə edib qadınla yaxşı davranılsın deyə. Çünki əmanətdir yanında. Şərikindir həyat yolunda. Sənə ən yaxın insandır.
وَعَاشِرُوهُنَّ بِالْمَعْرُوفِ Onlarla yaxşı davranın. فَاِنْ كَرِهْتُمُوهُنَّ فَعَسَنْ تَكْرَهُ شَيْئًا وَيَجْعَلَ اللّٰهُ ف۪يهِ خَيْرًا كَثِيرًا Ola bilsin neyse beğenmeyesiz, neyse hoşunuza gelmeye ve sizin hoşunuza gelmediğiniz şeyde Allah sizin için çok hayır nasip etsin. Ona göre güzel muamele eləməlisən, güzel sözlə, güzel davranışla. Hayrukum li ehli. Deyir ki sallallahu aleyhi ve sellem sizin en xeyriniz ailesiyle xeyirli davranandır. Ve ana hayrukum li ehli. Ve ben sizin içerinizde ailemle en xeyirli davrananam. Ona göre kim ailesiyle xeyirle davranırsa insanların en xeyirlisidir Allah yanında. Lakin bazı erler, bazı kişiler qəzəblənəndə həyat yoldaşına danışmır oyla, terk edir, küsür. Bazen günlerle, bazen aylarla, hatta illerle danıştırmayan var. Velisi de var ki salam da vermiş. Bakmırdı ona. Ve bu da zulümdür. Çünkü şeriat emrettiği terk, emrettiği küsürlük ne vakti? Baksan Allah'ın kelamına, peygamberin sünnesine, görürsen ki müəyyən hallarda icazə verib. O vaxt ki qadın itaətsizlik edər, özbaşlanıq edər. Onu da nə vaxt icazə verib? Mərhələli şəkildə. Birbaşa yox. Nəsihət edəndən sonra وَاللَّاتِ تَخَافُونَ نُشُزَهُنَّ فَيَعِذُوهُنَّ وَاللَّاتِ تَخَافُونَ نُشُزَهُنَّ فَعِذُوهُنَّ وَهْجُرُوهُنَّ فِي الْمَضَاجِ Özbaşlıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin. Yataqda onları tərk edin. Yataqda tərk edin, o demək deyil ki, başqa otaqda yatasan və gedib divanda yatasan, necə deyirlər. Yox. Yataqda tərk edin, yəni yaxınlıq eləməyin. Və demək deyil ki, tam hörmətsizlik et, yox. Tam əlaqəni kəs, ünsiyyəti kəs, yox. Səhabələr belə başa düşməyiblər, onların davamçıları belə başa düşməyiblər bu ayəni. Əli ibn Əbi Talhə, ibn Abbas deyir ki, yataqda tərk edin, yəni yaxınlıq eləmə. Kürəyi ona çevir. Yəni yanında yat, yəni arxalı çevir ona. Və başqaları da həmçinin Suddi, Dahhak, İkrimədə bunu deyiblər və həmçinin ibn Abbas deyib ki, bunu ilə yanaşı həmçinin də o müddətdə danışdırma. O müddətdə. O demək deyil, aylarla danışdırma, yox. Əli ibn Əbi Talhə, eləcə ibn Abbas həmçinin deyib ki, əgər muizə etsən, qəbul etməsə, onda yataqda tərk edirsən. Və danışdırmırsan, lakin boşamırsan. Bu onlara ağır gəlir. Amma səbəbsiz yerə küsmək, tərk etmək, bu zülmün özüdür. Əlaqələri kəsməkdir. Deyib ki, sallallahu aleyhi və səlləm, mən həcər axahu sənə fəhvə kəsəf qidəmi. Kim qardaşını bir il danışdırmazsa, yəni tərk edərsə, küsülü qalarsa, onun qanını axıtmış kimidir. Yəni öldürmüş kimidir. Gör əgər bu sənə ən yaxın olan insandırsa. Necə Allahın razılığını istəyirsən, evində olanı ağladırsan, küsmüsən, danışdırmırsan, ədavət aparırsan. Ona görə də ərlər qadınlarına qarşı hörmətsizlik etməməlidirlər. Layiq olmadığı sözlər deməməlidir onlara. Söyməməlidirlər. Əksinə, belə etmələri pis rəftardandır, sərtlikdəndir. Möminə, müsəlmana, kişiyə yaraşmayan bir hərəkətdir. Əgər qadınından xoşlamadığı bir əxlaqı görürsə, onu şəriətin buyurduğu çərçivədə islah eləməlidir. Şəriətin buyurduğu kimi ədəbləndirməlidir. Ona görə ərlər qorxmalıdır Allah Taaladan. İslah etməyə çalışmalıdır evlərini və xatırlamalıdır. Peyğəmbər sallallahu aleyhi və səlləmin bu hədisini İnnə iblisə yada arşəhu ələl-mə həqiqətən İblis ərşini suyun üzərinə qurub Thumma yab'athu saraya sonra ordularını, qoşunlarını, yəni dəstələrini göndərir. Fədnəhum minhu mənzilətən a'zamuhum fitnətən ona ən yaxın olan, ən əzəmətli fitnə edəndir. Yəci əhəduhum yəqulu fəaltu kədə və kədə biri gələr, yəni onun iblisin yanına, deyər ki, belə-belə etdim. Fəyəqulu mə sanatı şeyə deyər ki, heç nə etmədin. Və yəci əhəduhum fəyəqulu sonra digəri gələr, deyər ki, mə təraktu həttə fərraqtu beynəhu və beynə əhli mən tərk eləmədim onu, nəhayət onu ilə ailəsi arasına ayırdım, yəni onları boşandırdım. Fəyudnihu minhu onu özünə yaxınlaşdırar. Və yəqulu nəəmənt deyər ki, bəli, sənsən buna layiq, yəni sənsən bunun əhli. Ona görə də ailəsini haqsız yerə, səbəbsiz yerə tərk edən, danışdırmayan, küsən şeytanı sevindirir, rəhmanı qəzəbləndirir. Ona görə də qaydın evlərinizə, ünsiyyət üçün qapı açın, danışıq üçün qapı açın.
bağışlaya bilin, xətalardan keçə bilin, xüsusən də əgər mübahisə dünyaya görədirsə. Və bir şey ki, dünyadır, o keçilə bilər, bağışlana bilər. Çünki həyat qısadır və qadın da düşmən deyil. Əksinə, əmanətdir yanında, ünsiyyət qurasan deyə verilib sənə. Əhd alıb, buna görə Allah Teala səndən möhkəm bir əhd alıb. Aranızda Allah Teala sevgi və mərhəmət salıb. Peyğəmbər sallallahu aleyhi və səlləm səfərlərin birində dəvənin sürətlənməsi üçün dəvəni aparan səhabələrdən birinin zümzümə etdiyini eşidəndə deyir ki, ona sallallahu aleyhi və səlləm ırfıq yə əncəşə vayhəkə bil qavarir. Deyir ki, mülayim ol ey əncəşə, vay olsun sənə, su qablarına diqqət elə. Ona görə də rifqan bil qavarir, su qablarına mülayim olun. Qadınları adlandırıb sallallahu aleyhi və səlləm belə ki, qadınlara qarşı mülayim olsun. Deyib ki, sallallahu aleyhi və səlləm la yafruk mu'minun mu'minə, mömin kişi mömin qadına nifrət etməz. İn saxita minhə xuluqan radiyə minhə axar. Əgər ondan nifrət etdiyi bir əxlaq görərsə, razı olduğu başqa əxlaq görər. Ona görə Allahdan qorxun, həris olun evlərinizin islahına. Evlərinizə problem gətirəcək səbəbləri aradan qaldırın. Çalışın, baş vermiş mübahisələri hikmətlə müalicə edin. Evlərinizə Allah Taala'nın itayəti ilə yaşadın. Onun zikri ilə, şükrü ilə övladlarınızı xeyir üzərində tərbiyə edin. Yaxşılıq üzərində tərbiyə edin. Allahın itayətində dura bilmələri üçün onlara kömək edin. Allahdan diləyirəm ki, Allah Taala ailələrimizi, zürriyyətlərimizi islah etsin. Mübarək etsin, bərəkətli etsin bizim üçün. Müsəlmanların əhvalını islah etsin. Müsəlmanların evlərini islah etsin. Müsəlman ailələri müvəffəq etsin. Özünün sevdiyi və razı qaldığı əməllərə Allah Taala müsəlman cəmiyyətlərdə rəhməti, şəfqəti, mərhəməti daimi etsin. Bizi eşidib faydalardan etsin. Ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qorusun. Əqulu mə təsməun və əstəğfirullah li və ləkum və lisəiril musliminə min kulli zəmb fəstəğfiruhu innəhu ğafurur rəhim. Elhamdülillahi Rabbil ələmin. Və salatu və salamu alə əşrəfil ənbiyə vəl mürsəlin. Nəbiyyə Muhammedin və alə alihi və sahbihi və səlləmə təslimən kəthira. İbadallah, inna Allah ya'muru bil adli vel ihsani və itə'i zil qurbə və yenhə anil fəhşai vel munkari vel bəği